Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselatu vesselamu ala seyyidina nebiyyina şefi'i zunubina tabibi kulubina Ebil Qasımil Mustafa Muhammed. Ve alihi itreti ve teyyibine tahirin amma ba'd. Allah Subhanahu ve Teala bu meclisi dereceyi kabul getirsin. Hanım Fatıma-i Zehra'nın bu mecliste her növ əzadarlığı tutulur, saxlanılır. Allah Teala dereceyi kabul getirsin. Burada əlbət ki, Qur'an-ı Kərimdə Hanım Zehra'nın haqqında çox sirli, çox hikmətli, məntiqli mənalar var. Bizdə Kevser suresində bir nüktələr vardı. Bizim əxlaq ustadlarımız izah ediblər. Bismillahirrahmanirrahim. İnna a'teynakal Kevser fessalli li rabbike venher. İnne şaniyeke huvel ebter. Bu surede Sadaqallahul aliyyul azim. Bu surede bildiğimiz gibi Kevser suresi məşhur alimlərin təfsirlərdə bizə çatıb. Xanım Zehra'nın bir adı da Kevserdir. Kevserdən məqsəd Xanım Fatıma-i Zehra'dır. Allah Teala bu surədə buyurur ki, İnna a'teynakal Kevser. Allah bu surədə Peyğəmbərə 5 dəfə Peyğəmbərin adını vurğulayır. Bir daha bu kiçik surədə 5 dəfə Peyğəmbərin adını vurğulayır. Deyir ki, İnna a'teynakal Kevser. İnna a'teynakal, ya sənə əta elədik, hədiyyə elədik sənə Kevseri. Kevser tükənməz bir xəzinədir, tükənməz bir xeyirdir, həm mənəvi, həm maddi. Və burada bir deyir ki, sənə Kevseri hədiyyə elədik, Xanım Zəhranı. Biz hədiyyə verdik sənə. İkinci şəxsi teki. Fəsəlli, sən namaz qıl. Görürsən ki, fəsəlli, sən namaz qıl. Li rabbikə, sən Rəbbin üçün. Vənəhər, qurbanı kes. 4. İnnə şaniəkə huvel əbtər. Səni təhqir eləyən özü sonsuz olacaq. Bu da 5. Bir dənə fasiləsiz Allah Peyğəmbərə 5 dəfə sən deyir burada, fasiləsiz. Bu 5 dənənin heç birində Allahla Peyğəmbər arasında bir fasilə yoxdur. Bu fasiləsizlik Allah Peyğəmbər üçün nə qədər əzəmətli, əhəmiyyətli, önəmlidirsə, verdiyi hədiyyə o da Kevserdir, o da o qədər əhəmiyyətli, önəmlidir. Salavat zikr edək. Hanım Fatıma-i Zəhra aleyhisselam haqqında Peyğəmbər aleyhisselam onun şəhadətini də xəbər verir. Həzrət Səlmana buyurdu Peyğəmbər, ya Səlman, mən əhəbbə Fatıma binti fəhuvə fil cənnəti məyə. Kim qızım Fatıməni sevsə, o cənnətdə mənim yanımda olar. Və mən əbğəzəhə fəhuvə finnar. Kim qızım Fatıma ilə ədavət eləsə, ürəyində ona qarşı kin, kədurət bəsləsə, o cəhənnəmin odunda olacaq. Ya Səlman, Peyğəmbər İslam buyurur, Hubbu Fatimə yənfə'u fi mi'ətin minəl məvaqin. Ey Səlman, Fatimənin məhəbbəti 100 yerdə insanın dərdinə çatar. 100 yerdə. Peyğəmbər İslam buyurur. Əysər zalikə məvatin əl-mot. Onlardan birincisi ölümdür. Birincisi də insan üçün ən çətin məqam can verən vaxtıdır. İnsan can verəndə anadan olandan axırıncı nəfəsinə qədər həyatda başına nə gəlir, hamısını Allah ona göstərir. Bir film kimi hamısı gəlir axırda. Can vermək çox çətindir. Həmişə dua eləyəndə ilahi, əvvəl dəmi məmad, dövvüm dərtəhiylə. Can verəndə bizə kömək ol ki, qəbirdə bizə kömək ol ki,
pul sıratda bizə kömək ol yine. Bu yerler çok çətin. Ona görə buyurur ki, eğer Xanım Zəhranın məhəbbəti ola bir insanın qəlbində, ona kömək olacaq can verəndə. Vəl qəbr, qəbirdə ona yetişəcək dadına. Qəbirdə, sorğu sualda ilk gecə ki var, qəbirdə onun dadına yetişəcək. Vəl mizan, mizanda, əməl tərəzisində və sirat, ən çətin yollardan biri də siratdır. Siratdan keçməkdir. Vəl məhşər, qiyamət günü, məhşərdə ən çətin məqamlardan biridir. Vəl mühasəbə, ən çətin məqamlardan biri də odur ki, insanlar hesab çəkəcəklər, insan hesab verəcək. Bunlar bu yerlərdə Fatimənin məhəbbəti insana kömək olacaq. Ya Səlman, buyurdu Peyğəmbər, ey Səlman, veylun limən yəzlimuha və yəzlimu bə'ləha əmirəl-müminin Əliyyə. Ey Səlman, vay olsun o insanlara ki, Fatiməyə və onun həyat yoldaşı Əli əleyhissalama zülm elədilər. Veylun limən yəzlimu zürriyyətəha. Vay olsun o insanlara ki, onun zürriyyəsinə, şiələrinə və onu sevənlərə zülm edərlər. Tarixçilər və hədisçilər yazırlar ki, hər vaxt Xanım Fatimə gəlirdi Peyğəmbərin yanına və Peyğəmbər əsəlam qalxırdı ayağı onun üçün. Ehtiramla qalxırdı. Onun ilə əli ilə görüşürdü. Və qəbbələ yədəyha və onun əllərini öpürdü. Onu əyləşdirirdi. Sonra özü əyləşirdi. Hakeza Peyğəmbər də gedəndə əksini də Xanım Zəhra eləyirdi. Peyğəmbər də Xanım Zəhra qalxırdı ayağa. Atasının əllərini öpürdü və sonra Peyğəmbərə yer göstərirdi. Peyğəmbər buyurur, Kulləma iştəxtu iləl cənnəh qəbbəltuha. Hər vaxt ürəyim cənnət üçün darıxanda mən Fatiməni öpürəm. Mən ərəfə hazihi fəqət ərəfəha. Ay cəmal, bu Fatimədir. Kim tanıyır? Yaxşı tanıyır. Və mən ləm ya'rifha fəhiyyə bəzətun minni. Kim tanımır? Qoy mən deyim, tanısın. O mənim yüreğimin parasıdır. Buyurur ki, وَمَنْ لَمْ يَعْرِفْهَا فَهِيَ بَزْعَةُ مِنِّي. Kim tanımır, qoy mən deyim, tanısın. O mənim yüreğimin parasıdır. Hiyə qəlbi, o mənim qəlbimdir, yüreğimdir. Və ruhi, o mənim ruhumdur. Fəmən azaha fəqət azani. Kim buna əziyyət eləsə, elə bilsin mənə əziyyət eləyib. Və mən azani fəqət azallah. Kim mənə əziyyət eləsə, elə bilsin Allaha əziyyət eləyib. Ya Fatimə, innəllaha yəqzibu li qəzəbiki. Sən qəzəblənəndə Allah da qəzəblənir. Və yərzal li rizaki. Hər bir işdə sənin razılığın varsa, Allahın da razılığı var. Lavkanə hüsni, şəxsən əgər dünyada gözəlliklərin hamısı bir insan olsaydı, ləkanə Fatimə, o Fatimə olardı. Bəli, o insan Fatimə olardı. Bəli, hiyə əzəm, o gözəlliklərin hamısından da o gözəldir və böyükdür. İnnəllâhə cəalə əliyyən və zəvcəhu və əbnâəhu. Allah Teala Əli əleyhissalamı, Fatimə əleyhissalamı və onun balalarını bütün insanlara höccət qərar verib. Əgər bunların vasitəsilə insanlar kim hidayət olubsa, düzgün yola hidayət olubdur. Salavat zikr edək. Hədis qudsuda da buyurur ki,
Ya Əhməd, lovlakə ləma xələqtül əflaq. Peyğəmbər ey Peyğəmbər, əgər səni yaratmasaydım, fələkləri yaratmazdım. Və lovla əliyyun ləma xələqtükə. Əgər əliyini yaratmasaydım, səni yaratmazdım. Və lovla Fatimətu ləma xələqtümə. Əgər Fatimə olmasaydı, sizin ikisimizi xəlq edəməzdi. Nə qədər gör dərəcə alidir. Hətta xəbərlərdə vardı ki, hədis-i kisa hədisində var ki, onlar ki, cəm oldular, 5 nəfər burada Hacı yaxşı qeyd elədi, Allahın nurundan, 5-i də Allahın nurundan yaranıbdı. Cənab Cəbrail, onlar cəm olandan sonra, o hədisdə bir yeri də o soruşur, ilahi, bunlar kimdir? Cənab Cəbrail soruşur, əbanın altını yığan. O, Allah tərəfindən nida gəlir, sən dərəcəyə var. Hum Fatimətu və əbuha və bəluha və bənuha. Fikir verirsən, burada neçə dəfə Allah təkrar Fatimənin adını sağ. Deyir, hum Fatimədir, bunlar Fatimədir. Fikir verir, hamısına Fatimə deyir. Bunlar Fatimədir. Və əbuha və Fatimənin atası, görürsən, adını demir ha. Onun atası, yani kimin Fatimənin? Və bəluha və onun sahibi, həyat yoldaşı Əli əleyhissalam, görürsən ki, və bənuha və onun oğlanları. Getirirsən ki, bir kəlmədə neçə dəfə Allah Fatimənin adını hallandırır. Fatimənin atası, Fatimənin həyat yoldaşı sahibi, Fatimənin balaları. Gör, necə onu qeyd edir. Bax, bu özü bir lovla nəhnu ma xələqəllahu Adəmə və lə Həvva və ləl cənnətə və ləl nar və ləs-səma və ləl-ərz. Əgər bunlar olmasaydı, Allah Teala nə Adəmi yaradardı, nə Həvvani, nə behişti, nə cəhənnəmi, nə də ki, yeri, göyü. Bunlar yerin, göyün nurudular. Salavat zikirlər. Bəli, xanım Zəhranın dərəcəsi o qədər böyüdür ki, elm, 4 dənə saxlayın yadda, elmdə, 2-ci ibadət, 3-cü səxavət, 4-cü şücaət. Bunu yadımızda saxlayaq. Mən istərdim ki, İslamın xanım Zəhra bütün dünyada olan yaranmışların ən üstünüdür. Bütün yaranmışlar olan. Allah Teala bilirsiniz də, Qur'an-ı Kərimdə bu mövzu var. İnsan yaratmaq istəyəndə mələklərlə məsləhət edir Allah Teala. Yaradım, yoxsa yaratmayayım. Mələklərlə söhbət edir. Mələklər razı olmadılar. Dedilər, ilahi, biz sənə ibadət edirik, zikr edirik, ibadət edirik, kifayətdir. Adəmin yaranmasına etiraz elədilər mələklər. Və Allah Teala o insanlar yeryüzündə qan tökəcəklər, fesad edəcəklər. Allah Teala sonra Adəmi yarattı, xəlq elədi. Və mələklər mətəl qaldılar ki, necə oldu? Bəs bizimlə məsləhətin nə idi? Böyük alimlər izah veriblər buna. Bizimlə məsləhətin nə idi? Bizə dedin ki, yaratmaq istəyirəm, məsləhət ölüdür. Biz razı olmadık. Məsləhətin nə idi? Yaratmayın nə idi? O zamanda Allah da mələklərə bir səhnə göstərir. Bir səhnə göstərir. Göstərir ki, nurun içində xanım Zəhranı göstərir. Nurun içində xanım Zəhra Allaha ibadət edir, rükudadır. 70 dəfə rükuda deyir, Sübhanə Rəbbiyəl azimi və bihamdi. Nur da tələli eləyir. 70 dəfə rükuda. Allah Teala buyurur ki, mələklərə, mən dünyanı siz bilmirsiniz nə üçün yaratmışam. Mən bu dünyanı bu gülün xətrinə yaratmışam. Xanım Zəhra. İndi gerçi dünyada bu gül olan yerdə tikan olur da. Hər də gül var, bir dənə tikan bitir orada. Gerçi bunun doğrusunda tikanlar çox olacaq. Ustad bunu keçəndə dərs belə dedimsə, dedi ki, tikanlar da əgər gülə su verəndə, bu gülün hesabına sudan içirlər. Tikanlar da inkişaf edir bu gülün hesabına. Amma tikan bilmir ki, bu gülün hesabına inkişaf edir, yaşayır. Kaş onu biləydi, əziyyət verənlər. İslamda xanım Zəhra
xanımların xanımı. Siz bilirsiniz qədimdən, qədim dövrlərdən bütün hallarda qadına münasibət mənfi olub. Fəqət bir dənə İslamdır, qadına qiymət verən. Məsələn, tarixə baxsınız, qədim zamanlarda, ölkələrdə qadına münasibət çox mənfi olub. Yunanistanda belə olub, qadına kişi hakimdir. Qadın gərək kişiyə tabi olsun. Spartada qadının tükü uzun olar, ağlıqsa onlar elə deyirdilər o vaxt. Ki qadının tükü uzun olar, ağlıqsa mənfi münasibət göstər. Romalılar, qadın yalnız yemək içməklə məşğul olmalıdır. Danışıb gülmək ona qadağandır. Onlar belə deyirdilər vaxt qədimdə. İngiltərədə deyirdilər, qadın müqəddəs kitab oxumamalıdır. Onlar deyirdilər ki, qadın göydən nazil olan kitab oxumamalıdır qadın. Qadın olmaz müqəddəs kitaba əl vurmayır. Aşağı salırdılar qadını onlar. Ya Hindistanda qadının ki əri öldü, onun 40 gün ixtiyarı yox idi yaşamağa əri öləndən sonra. Bəzidə hətta deyirlər ki, əri öldü, qadını da görək onun yanında diri-diri bastırsınlar. O vaxt. İndi bilmirəm, indi də var yoxsa, onu bilmirəm. Hətta Buddanın tələbəsi anam da soruşur ki, qadınlara necə rəftar eləyək Buddadan? O deyirdi ki, qadınlar biri ilə dillə danışırlar, digəri ilə ürəklə, başqa birisi ilə də əməllə, onlardan uzaq olun. Çin nəzəriyyəsi var idi, Çin. O vaxt yazırdı ki, qız uşaqlarının təzə yeriyən, yəni addımlayan da, ayaq açan uşaqların ayaqlarının altına isti dəmir bağlayırdılar. Şikəst olsun ayaqları, gezməsin. Gör, necə əzab verirlər. Misirdə çay daşıyanda, o vaxt qədimdə, çay daşıyır, qorxurlar, götürüb bir dənə qız uşağını qurban atırdılar ki, diyansın. Bax, bu ölkələrdə bu cür idi. Hicazda da diri-diri İslamdan əvvəl qızları torpağa bastırırdılar. Diri-diri. Ata aparırdı qızını, o bir nəfər də ucur eləmişdi. Qazıyırdı, uşaq bilmir axı. Qazıyırdı qəbri. Qəbri qazıya yerdən toz qalxırdı. Atasını sağır, qız bir-birə neynir bu? Onun üçün qazıyır ki, bastırsındır. Üzündən deyir, üzünə toz gəlirdi. Uşaq tozunu silirdi, atasının üzündən tozunu silirdi belə mühasında. Heç ona da rəhm eləmədi ki, uşağa bir rəhm olsun qəlbində. Uşağı diri-diri bastırdı. Bax, beləncə, yalnız İslam Peyğəmbərimiz Qur'anda qadına qiymət verdi. Birinci bu, həmin o qız uşaqlarının qadağan oldu. Günahsız körpələrin, onların hüququnu bərpa elədi İslam. Hüququnu bərpa elədi. Siz bilirsiniz, yaxşı bilirsiniz, eşitmişsiniz bəlkə bunu dəfələrlə. Qur'anda qadının qiyməti belədir, 3 yerə bölünür, 3 hissəyə bölünür dövrü. Birinci, qızılıq dövrü, ikinci, gəlinlik dövrü, yəni həyat yoldaşı olma, üçüncü, analıq dövrü. 3 dövrdə qadına verilən qiymət əvəzsiz qiymətdir. İlk dəfə qız dövründə verilən qiymət, ilk dəfə salavat zikr elə. İlk dəfə qadına behişdə daxil kimlər olacaq? Fikir ver. İlk dəfə kimlər? Birinci şəhidlər, ikinci körpələr, bu körpələr ki, məsumdular Allah, anadan ölüb körpə, sikt olub, anadan ölüb, günahsızdır, behişdə olar, şəhidlər, körpələr və torpaq altında diri-diri bastırılan qızlar. Onların hüququnu İslam bərpa elədi. Onları ilk behişdə daxil edəcək ki, nə günahları var idi, diri-diri bastılar. Hüquqlarını İslam burada onu müdafiə elədi. O ki, analıq dövrü var insanın, qızlıq dövrü var, gəlinlik dövrü var. Elə söhbət bura gəldim, mən bir daha da bunu qeyd edeyim. İslam dinində 3 dənə də böyük dərəcə vardı. Nübüvvət, peyğəmbərlik, vilayət, Əleyhisselamın vilayəti, rəhbərlik
imamət. 3 dənə böyük vəzifə. Xanım Fatimə-i Zəhra bu 3 dövrdə bütün insanlardan üstündür. Nəinki qadınlardan ha? Bütün insanlardan üstündür. Ne üçün? Əgər İslamda bu 3 nübüvvət, vilayət, imamət dərəcəsi var, ən böyük dərəcədə bunlardan böyük dərəcə yoxdur. Qadının da 3 dənə böyük dövrü vardı. Qızlıq dövrü, həyat yoldaşı, bir də analıq dövrü. Xanım Fatimə-i Zəhra qızlıq dövründə bütün insanlardan üstündür. Ona göre çünkü o kimin kızıdır? Peygamber Xuda'nın. Peygamber Xuda'dan üstün adam var yok. Hayat yoldaşı, sahibi kimiydi? Vilayetin hayat yoldaşıydı. Sahibi vilayetiydi aleyhisselam. O sahip taraftan da bütün insanlardan üstündü. 3. dövrü analık dövrüdür. 9 tane imamın anasıdır Hanım Fatıma-i Zahra. İmametin anası değiller ona. Analık dövründe de bütün insanlardan üstündü. Bak bu böyle bir fazilettir ki Allah Teala bu fazileti Hanım Zehra'ya verimdir. Kız uşağı olsa İslam geldi. Kimin ilk uşağı kız olsa behişte geçecek. İkinci de kız olsa behişte geçecek. 3 kız olsa behişte geçecek. İslam görünecek hukuklarını müdafiye edildi, kaydalar koydu bizim için. Pazardan hediye almışsan gelmişsen eve. Oğlun da var kızın. Deyip birinci hediyeni kıza vermelisin. Birinci hediyeni kıza vermelisin. Görürsen ki öydə ana çağırır kızı da oğlu da eyni vaxtda kıza da icazə vermelisin. Valideyni uşaq çağırır atanı, oğlan da kız da eyni vaxtda kıza deyir birinci cavab. Gör nə qədər. Onun əlavə İslam öz dövründə 5 xüsusiyyət, qadın üçün 5 xüsusiyyət koydu azadlığı için. Birinci, izdivac məcburi olmaz. Evlənmək məcburi olmaz. Görək hər ikisi bir-birini sevsin. Şərt, birinci şərt. Əgər mecburi zorlansa kəbin batıldır, əqd batıldır. İzdivac görək bir-birlərini sevsinlər, faydası vardır, zorla evlənmək olmaz. İslam bunu mükəmməl insanlarız. Ona göre görsen ki dahi insanlardır, müştehiddir, şahdır, her kimdir, evin böyüğüdür. Eve elçi gələndə, hatta var da mən tarixdə oxumuşam, Şah Abbas'ın kızı için elçi gelmişti. İstəyirdilər. İki yerden elçi gelmişti. Biri baş vezirin oğlu idi, biri de sərkərdənin oğlu ki. Şah Abbas onlara dedi ki, mən sizə heç nə deyə bilmərəm, baxmayaraq şaha. Şah bəyəm kızını əmr eləyə bilməzsən filan kesərə get. Yox, İslamın azadlığı var. Dedi, mən sabah cavabını deyərəm. Dedi, pərdəni salın. Pərdəni saldılar, ata ilə bala arasında bir pərdə var da. Dedi, qızım pərdədir. Sana üçün 2 dənə yerdən elçi gəlib. Biri vezirin oğludur, biri sərkərdənin. Hansına istəsən işarə elə, mən verim. Qız nə dedi? Dedi, atacan, mən heç birini istəmirəmlər. Qutardı söhbət. O boyda şah da zor eləmədi. Söhbətin dalı var ha. Qismət olsa açansız danışarım. Bugün istəmirəm sizi çox yoruma. Yoruram. Yormuram sizi ki. Görürsən ki, burada söhbət böyük deyə mən daha qısaldıram bunları. İkinci, qadına məxsus olan irsidən mehriyyə özünündür. Yəni ki, qadına məxsus olan irsidən istifadə edə bilər. Mehriyyəsi onun, qadının özünündür. İndi gör bir sənə mehriyyə deyim, bir dənə salavat zikirlə. Bu mehriyyə də Xanım Zəhranın mehriyyəsidir. Xanım Zəhra üçün hədislərdə bizə gəlib ki, daha mən saymıram burada. O kadar onun mehriyyəsinə həm maddi, həm mənəvi nemətlər yazıldı. Cəbrail nazil olub Peyğəmbərə deyəndə, çünki bunun yeri var ha, burada deyirəm sizə ona görə. Ki Cəbrail nazil olub gəlib deyəndə ki, dünyada 4 dənə çay filan yer. Axır İmam Sadıqdan rivayət ki, deyildi ki, 7 təbəqə göy, 7 təbəqə yer, bütün çaylar, nəhərlər, hamısı onun mehriyyəsidir. Gənə də razı olmadı. Atası ki, əqd oxuyacaqdı, əqdi ərşdə oxunub. Amma atası ki, əqd oxuyacaqdı, onun üçün dedi ki, razı deyirəm bunların hamısından. Saydı onun üçün nə qədər mehriyyə, dedi ki, hətta behişt də sənə mehriyyəndür.
razı olmadı. Dedi ki, bir dənə şərt istəyirəm razı olmağa bir şey. Dedi, nədir? Şərtim var. Dedi atasına ki, ahirət aləmində mən səni harada görə bilərəm? Dedi ki, misal üçün bizim dilimizdə siratdan keçəndə. Dedi, bəlkə siratdan gəldim, sən orada olmadın, harada görə bilərəm? Dedi, filan məkanda. Dedi ki, birdən o məkana gəldim, gənə də görə bilmədim, sən harada ola bilərsən? Dedi, filan məkanda. Dedi, oraya gəlsəm, harada olmasa onu neynərəm, harada görüm? Misal, dedi, Kövsər bulağında. Dedi, Kövsər bulağına gəldim, olmason, harada görə bilərəm səni? Dedi ki, Behiştin qapısında. Dedi, Behiştin qapısına gəlsən, orada görməsəm səni, harada görə bilərəm səni? Dedi ki, atası ki, ona ki, cəhənnəmin qapısında. Dedi ki, cəhənnəmin qapısında neyniyəcəsən? Dedi, diyancıyam, öz ümmətimi, öz cəmaatımı kömək eləyəcəm, şəfaat eləyəcəm ki, cəhənnəmə düşə bilməsin. Dedi, mən onu istəyirəm, yazasan ora. Orada mən də sənə şərikəm. Mənə də icazə verəcəsən. Mən ümmətimə şəfaat eləyəm. Bax, Mehriyə yazdırır, ha. Mənəvi görsən, mənəvi. Dedi, orada yazıram ki, mənə də şəfaət hüququ verəcək, mən də yazdı. Bax, xanım Zəhra bizi necə istəyir? Nə Mehriyə belə olardı? İzdivad məsələsidir. Dini və dünyəvi arzularını həyat yoldaşı həyata keçirməlidir. Dördüncü də budur ki, sahibi onu mecbur eləyib, mecburən işlədə bilməz xanımı. Beşi də budur ki, qadının hüququ var, haqqı var, süt pulunu alsın, süt pulunu alsın. İndi bir neçə kəlmə də, söhbət böyüdür, bir neçə kəlmə də bu xanımın beyazı deyim, elmidə, sonra ibadətdə, səxavətdə, şücaətdə. Bu dörd dənə şeydə mükəmməl, yüksək səviyyəli bir insan olurdu xanım Zəhra. Yüksək səviyyə. Elmidə o qədər o Peyğəmbər Aleyhisselamın yanına qadınlar gəlirdilər. İki növ qadın gəlirdi Peyğəmbər yanına. Bir məsələ soruşmağa. Öz məsələlərinin sualları var idi. Gördün mü, Həzreti Zəhra elmidə o qədər Peyğəmbər onun elminə arxayın idi ki, deyirdi xanım Zəhraya, onlara gedin Zəhraya müraciət edin. O qadınlar dəstə-dəstə gəlirdilər, məsələlərini, suallarını, hamısını xanıma verirlər, xanım onlara izah edirdi, gedirdilər rahat, razılıqla gedirdilər. Yəni, gör nə qədər elm. Hətta elminə Həzrət Əli heyran qalırdı xanımın. Çatdı bir yerdə mənə rast gəldi. Axşam Əli Aleyhisselam gəlmişdi Peyğəmbərin yanına. Söhbət eşirdilər. Söhbətləri o qədər şirin keçdi ki, gecə yatmadılar. Gecə yarıyacan söhbət elədilər. Gecə yarıdan da sübhə qədər söhbət elədilər. Sübh oldu, namazlarını qıldılar, ayrıldılar. Əli Aleyhisselam evə yanında xanım Zəhra tək qalmışdı. O Peyğəmbər. Bilirdi ki, Peyğəmbərin yanındaydı. Əli Aleyhisselam girdi, salam verdi, ayaq üstə idilər. Salam verdi, xanım Zəhra ona dedi ki, atamın yanındaydın, dedi, həri. Dedi ki, istəyirsən deyim ki, ya səhərəyəcən üstsüz nə söhbət eləmişsiniz? Kiçik şey deyilmi ya? Olan yanında ki, olmayıb heç ki. İstəyirsən mən deyim ki, ya, siz səhərəyəcən nə söhbət eləmişsiniz? Dedi ki, maraqlıdır məhz. Diginə. Dedi ki, xanım Zəhra ki, axşamdan gecə yarısına ecəm. Atam səhər dedi ki, Adəmdən bir yana danışmayacaq. Ne bilirsən? Sən deyə Adəm Peyğəmbərdən danışdın, bugünkü günə ecəm. Sonra atam sana dedi ki, bugünkü gündən də qiyamətə ecəm nələr olacaq? Mən danışdım sənə. O da sənə üçün danışdı ta qiyamətə. Əli Aleyhisselam heyran qaldı. Sonra qayıtdı ki, amma oğul ya Əli, istəyirsən, qiyamətdən uyana nələr olacaq, mən danışım sənə üçün. Bunu deyəndə Əli Aleyhisselam əlini qoydu belə sinəsinə. Gəldiyi yerdən geri addımlıya çıxdı qapıdan. Görmüşsünüz, imamların hərəmindən ziyarətdə bayra çıxanlar dönürlər, arxa çıxırlar, oradan qalıb o. Düz gəldi Peyğəmbərin yanına. Düz gəldi. Gəldi, daxil olan Peyğəmbər bildi. Peyğəmbər dedi, ya Əli, heyran olmuşsan, təəccüb eləmə. Fatimə min nur vahiddir. Fatimə bizim nurumuzdandır. Biz eyni nur ikən. Əyan da agahdır ona bir şeydir. Salavat zikr elə.
İbadet gidinsə, ibadeti yananda Medine o akşamda hava karanlık olanda evler ışıklanırdı. Hanım Zəhra ibadetidir. Zəhra sözü oradandır. Nurlu deməkdir, işıq deməkdir. Onun nuruna şəhər nurlanırdı. Bu kadar. Yani ki ibadet, gəl də deyirəm, rükuda zikirləri onun 70 dəfə deyirdi zikirləri. Ayrılmaq istəmirdi namazdan. Səxavətdə Hanım Zəhrada elə bir səxavət var idi ki, hələ incə nüanslardı ya. Biri qapını döyüb, pay götürüb öyümüzə. Xurma götürüb bir nəfər gəlib. Peyğəmbərin qızıdır, onun üçün bir səbət xurma. Hanım Zəhra giyinərdi, alardı ondan, başlayardı xurmanı qonşulara paylamağa. O gözləyir ki, səbəti qeytərsin. Bütün qaytarandan, paylayandan sonra gələrdi səbəti ver. O deyərdi ki, hanım mən sizin üçün götürmüşdüm bu xurmanı. Hanım ne deyərdi? Deyərdi bir pay. Əgər evə daxil olsa, əvvəl car, sümmət dar. Əvvəl qonşu, sonra evə götürər. Yox, əgər bir adam qapını döyə, bir şey istəyə, öydə, onda əvvəl dar, sümmət car. Da ona deməzlər ki, get qonşundan istəginən, evdən verərlər. Ya dua eləyəndə Hanım Zəhra, əvvəl dua eləyərdi, başqalarını, axırda özünü dua eləyərdi. Duada da başqalarını, qonşuları dua eləyərdi, insanları dua eləyərdi. Yəni, səxavətdə nə qədər Hanım Zəhranın bildiyimiz kimi dəfələrlə eşitmişsiniz bunları, öz Peyğəmbər gəlinlik don almışdınız, gəlinlik giyimi. Elə həmin gecə də imtihan oldu. Peyğəmbər gəlinlik don almışdır. Bir gün giydi, bir gecə oldu onun əynində. Səhəri Peyğəmbər gördü ki, gəldi köhnə paltardı əynində. Dedi, qızım, dünənlər sənə şu gəlinlik don almışam. Ne üçün giyməbsən? Dedi ki, babacan, onu dünən bir dənə sair gəldi. Paltarı yox idi, ağladı mənə ya. Bunu verdim. Peyğəmbər bilirdi ya, onu danışdırırdı ki, bizim üçün. Dedi, sən o bir paltarımı verərdin. Dedi ki, baba, mən səndən eşitmişəm. Demişsən, sədəqə verəndə tezəsini ver yine. Ona görə mən də tezəsini vermişim. Nə qədər Hanım Zəhrada, nə qədər insanlara lütf, inayət, mərhəmət, səxavətdə birinci idi. Biri də şücaət idi. Şücaətdə, mən hətta söyləyim, elmidə. O ki, gəlirdilər, o vaxt ərəblərin şairlər, qadınları var idi, həcv oxuyurdular. Həcv. Peyğəmbərə həcv verirdilər, pis. Gəlirdilər, Fatimə-i Zəhra deyir, şücaətdə Hanım Zəhra çıxırdı bu qadınlara cavab verməyə. Dayırdılarla danışırdı, mübahisə eləyirdi, onlara subut eləyirdi, onları bəzilərini oturdurdu yerə cavabla. Amma bəziləri həyasız idi, onları sustura bilmirdi. Onda nə inirdi Hanım Zəhra? Onları sustura bilməyəndə yorulurdu. Otururdu yerə, qucaqlarırdı, ayaqlarını başlayırdı ağlamaya. Bu Peyğəmbərin birinci müdafiəçisi Hanım Zəhra. İkinci müdafiəçisi Əli İbn Əbu Talibdir. İmamətin birinci şehidi ne için deyirlər? Hanım Zəhraya. İkinci Həzrət Əlinin müdafiəçisi idi. O ki, hamımız bilirsiniz, mərufdur bu. Hanım Zəhra Peyğəmbərdən sonra o qədər zülm əziyyət çəkdi ki, hesaba gəlməz. Hətta bir dəfə Həzrət Səlman Peyğəmbər dünyasını dəyişəndən sonra Həzrət Səlman gəldi, Peyğəmbər Hanım Zəhraya xurma verdi. Daha doğrusu gəldi, Əli Əleyhisselamını soruşdu. Əli Əleyhisselam evdə yox idi. Hanım ona xurma verdi. Gedirdi, xurma verdi. Dedi, ancaq bir dənə səndən xahişim var. Xurmaları apardın, sonra tumlarını gəldi, sabah götürüb gələrsin. 700 tumlarını atmayın, götürüb mənə verərsin. Həzrət Səlman gəldi, yenə də əlində xurma tumları. Yəni, dedi, mən başa düşmədim. Axı, ne üçün sən belə dedin? Sizin bağınız var, xurma var. Amma dedi, yox ya Səlman, dedim, gəl, götürəsən ki, atam dünyadan gedəndən sonra qapımızı açan olmuyor.
Dedim koy görsünler ki bizim de eve gelip giden var. Ne kadar eziyet çekilmiş ne kadar eziyet çekilmiş ne kadar zulüm ediblər bu şahsiyyete. Eğer diyeyim ben başıma gelen musibetleri gündüzün üstüne töksün, gündüz zülmet olar, karanlık olar. Kapını döyürlər, qəbaləni götürürlər mə, gəlirlər əleyhisselamı, tuturlar, qollarını bağlayırlar, aparırlar məscidə, beyət almayından sonra. Hələ ki aparırlar, burada çox bir dərdli məqam var. Əleyhisselam bilirdi necə hərəkət etməklər. Götür gəlirlər məscidə, minbərin yanında saxlayırlar onu, qolları da bağlayır. Diyanır, bu yandan istəyirlər beyət alsınlar. Bu yandan xanım Zəhra xəbər tutur. Bilmirdi Əleyhisselam aparmayı. Hələ ki xəbər tutur, tez çadır şəb salır başını Həsənlə Hüseynin qollarındadır. Yüz gəlir məscidə. Deyirlər ki, məscidə gələndə, deyirlər xanım Zəhra gəlir, pərdə çəkilsin. Xanım Zəhra məscidə daxil olanda, pərdəni aralayı gör ki, Əleyhisselam diyanıb qolları bağlı. Hamısı yığılıb ayaq üstündə minbərin yanında. Xanım ne deyir orada? Bana fikir ver gör ne deyir? Əlinin orada adını çəkmir ha. Deyir ey Əbu Talibin oğlu, kim sənin qollarını bağlayır? Kim sənin qollarını bağlaya bilər? Əleyhisselam cavab vermir ha. Diyanır elə. Deyir ey Əbu Talibin oğlu, ne üçün danışmışsan? Ne için başını koymuşsan sen çiğnime? Bu zamanda Aleyhisselam neyini? Bu zamanda Aleyhisselam üstüne tutur deyir ki ya Fatıma götür şu Allah'ın elimden tut gideme. Gideme. Sonra ki xəstələnir düşür. O əziyyət verirlərine düşür. Orada bir cümle söz deyir Həzrət Əli. Deyir ki əmoğlu mənə halalına gider. Mən sənin ömründə sənə çox əziyyət verdim. Mənə halalına gider. Deyir ki, xanım, sən ne söhbət danışırsan? Əlbət ki, mən səni halal eləmişəm. Orada bir daha cümlə söz deyir, ona ürəkləri dağlayır. Deyir ki, onu demirəm, onları demirəm. Deməsə halsı deyir, sünən günləri meçid aparmışdılar səni. Mən gəldim, burada meçiddə səni uçaranlar